Heydər Əliyev kursunun layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyevin Respublikamıza rəhbərlik etdiyi son 10 il ərzində Azərbaycan dünya ölkələri içərisində qabaqcıl yerlərdən birini tutub. Respublikamızda xalq təsərrüfatının bütün sahələrində böyük uğurlar əldə edilib. Müharibə şəraitində yaşayan bir ölkə özünün iqtisadi inkişaf tempinə görə dünyada ən qabaqcıl yerlərdən birini tutur. Bu, əlbəttə, ölkədə olan sabitliyin nəticəsidir ki, bunun da qarantı hörmətli prezidentimizdir. Azərbaycanın səsi bugün dünyanın ən yüksək tribunalarından gəlir. Azərbaycan özünün ilk süni peykini fəzaya buraxır. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvü olub və dünya siyasətinin müəyyənləşdirilməsində artıq fəal rol oynamağa başlayıb. Azərbaycanda insanların bir-birinə inamı artıb. İnsanlarda bir-birinə qarşı etimad yaranıb, inam yaranıb, mehribanlıq yaranıb. Bu, mənəvi əxlaqi cəhətdən çox böyük bir keyfiyyətdir ki, Azərbaycanda reallaşıb. Mən belə hesab edirəm ki, bu möhtərəm prezidentimizin yeritdiyi, həyata keçirdiyi siyasətin ən gözəl nəticələrindən biridir. O yerdə ki, mənəvi rahatlıq var, o yerdə ki, insanların bir-birinə inamı var, o yerdə ki, iqtidarla xalq arasında birlik var, mənəvi vəhdət var, o ölkəyə zaval yoxdur. Bax, bugün Azərbaycan, bir daha qeyd edirəm, dünyanın qabaqcıl ölkələrindən biri kimi hər yerdə ən yüksək tribunalardan öz sözünü deyir və onlar qəbul olunur və insan belə bir ölkənin vətəndaşı olduğu üçün fəxr edir. Mən belə hesab edirəm ki, İlham Əliyevin son illərdə Azərbaycanda gördüyü işlər, bu nəhəng işlər çox 10 illiklərə bərabər işlərdir. Bir il ərzində görülən işlər çox 10 illiklərdən xəbər verir. Bütün bunları nəzərə alaraq mən belə hesab edirəm ki, İlham Əliyevin bir prezident kimi alternativi yoxdur və mən oktyabr ayının 9-da inşallah səsimi məmnuniyyətlə cənab İlham Əliyevə verəcəm.